Kanala xoş gəlmisiniz, əziz izləyicilər. Bugün nanənin faydaları, istifadəsi və zərərləri ilə bağlı danışacağıq. Kanala hələ də abunə olmamısınızsa abunə olun və videolar barədə vaxtında xəbər tutmaq üçün bildirişləri açın. Videonu bəyənməyi və paylaşmağı unutmayın. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Nanə əsrlərdir həm təbabətdə, həm də mətbəxdə geniş istifadə olunan şəfalı bitkilərdəndir. Tərkibindəki mentol maddəsi ilə nəfəs yollarını açır və rahat nəfəs almağa kömək edir. Nanə çayı mədə narahatlıqlarını aradan qaldırmaq üçün əla vasitədir. Xüsusilə qıcqırma, köp və qaz problemlərində sakitləşdirici təsir göstərir. Baş ağrısı və miqren tutmaları zamanı nanə yağı alın nahiyəsinə sürtülərək ağrını yüngülləndirə bilər. Onun təravətləndirici təsiri sinirləri sakitləşdirir. Nanə immun sistemini gücləndirir və orqanizmi viruslardan qorumağa kömək edir. Soyuq dəymə hallarında nanə çayı isti halda içildikdə təsirini daha da artırır. Təbii antiseptik xüsusiyyətə malik olan nanə ağız boşluğunda yaranan bakteriyaların qarşısını alır. Bu səbəbdən bir çox diş pastasının tərkibində nanə ekstraktı var. Stres və narahatlıq hallarında nanə aromaterapiyada istifadə olunur. Onun efir yağı beyində sakitləşdirici təsir yaradır. Həzm sistemini tənzimləyən nanə ağır yeməklərdən sonra rahatlıq gətirir. Yeməklərə əlavə edildikdə həm dadını artırır, həm də mədəni rahatladır. Nanə tənəffüs yollarında ifraz olunan seliyi azaldaraq nəfəs darlığını aradan qaldıra bilər. Bronxit və astma xəstələrinə tövsiyə olunur. Sərinləşdirici təsiri ilə yay aylarında nanəli içkilər bədəni təravətləndirir. Ən məşhur nanəli içki resepti isə nanəli limon kokteylidir. Bu kokteyl üçün 1 litr soyuq suya 1 ədəd doğranmış limon, 10-12 təzə nanə yarpağı, 1 xörək qaşığı bal və buz əlavə edib blenderdən keçirin. Bu içki həm dadlı, həm də vitaminlə zəngindir. Nanə ayranla birlikdə istifadə edildikdə həm dadlı, həm də həzmə yardımçı içki yaranır. Ayranı bir ovuc təzə nanə ilə çalmaq bədəndəki istiliyi azaldır. Yeməklərdə nanədən istifadə ləzzəti artırır və yeməyi daha aromatik edir. Xüsusilə lobiya, dolma və ərişdə kimi milli yeməklərdə nanənin rolu böyükdür. Nanə təzə halda salatlara əlavə edildikdə həm rəng, həm də təbii ətir qatır. Yaşıl salatlara bir neçə yarpaq əlavə etməklə təravət hissi yaratmaq olar. Məşhur şərq mətbəxində nanə qatıqlara, yoğurtlara və soslara dad vermək üçün istifadə olunur. Nanəli yoğurt yayda sərinləşdirici və sağlam qəlyanaltı hesab olunur. Dəri problemlərində də nanə istifadə olunur. Nanəli maskalar sızanaq və yağlı dəriyə qarşı mübarizədə təbii həll təqdim edir. Təzə nanə suyu dəriyə tətbiq edildikdə təravət verir və məsamələri daraldır. Bu da dərinin daha parlaq və təmiz görünməsini təmin edir. Nanə saçlara tətbiq edildikdə kəpəyin azalmasına və saç dərisinin nəfəs almasına kömək edir. Şampunlara bir neçə damcı nanə yağı əlavə etməklə bu təsiri gücləndirmək olar. Arıqlamaq istəyənlər üçün nanə ideal bitkidir.
O, həm aclıq hissini azaldır, həm də yağ yandırma prosesini sürətləndirə bilər. Nanə həm də qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir. Bu səbəbdən şəkərli diabet xəstələri üçün də faydalı hesab olunur. Gündə bir fincan nanə çayı yuxu keyfiyyətini artırır. Yatmazdan əvvəl içildikdə sakitləşdirici təsiri ilə rahat yuxuya səbəb olur. Nanə uşaqlarda mədə ağrılarına qarşı da effektivdir. Ancaq istifadəsi miqdarda olmalıdır, çünki çoxu zərər verə bilər. Hamilə qadınlar üçün də nanə faydalı olsa da, həkim nəzarəti altında istifadə olunmalıdır. Həddindən artıq istifadə düşüklərə səbəb ola bilər. Nanənin çox istifadəsi bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Bu reaksiyalar arasında səpki, qaşınma və hətta tənəffüs çətinliyi ola bilər. Hipotoniya, yəni aşağı təzyiqdən əziyyət çəkən şəxslər üçün nanənin çox istifadəsi təzyiqi daha da sala bilər. Bu baxımdan ehtiyatlı olmaq vacibdir. Nanə ilə hazırlanan nanəli buzlu çay yay aylarının ideal içkilərindəndir. Qara çayı dəmləyib soyutduqdan sonra limon və nanə əlavə edib buzla servis edin. Nanə ilə hazırlanan şərbətə bal əlavə edərək həm təbii dad verilir, həm də boğaz üçün faydalı içki əldə olunur. Bu resept öskürəyə qarşı evdə təbii dərmandır. Nanə toxumlarından hazırlanan yağ qarın sancılarını aradan qaldırmaqda təsirlidir. Uşaqlarda kolik problemi zamanı həkim tövsiyəsi ilə istifadə oluna bilər. Nanənin qoxusu iştahı azaldaraq arıqlamağa yardımcı olur. Xüsusilə iş zamanı iştah nəzarətində çətinlik çəkənlər üçün nanəli çaylar tövsiyə olunur. Təzə nanə yarpaqları limonadlara əlavə edilərək həm dadlı, həm də cəlbedici görüntü yaradır. Bu cür təqdimatlar süfrəyə xüsusi gözəllik qatır. Nanə ilə hazırlanan nanəli dondurma həm uşaqlar, həm də böyüklər üçün təbii və sağlam alternativdir. Evdə hazırlamaq üçün süd, şəkər, nanə və təbii vanildən istifadə olunur. Nanə gündəlik həyatda tənəffüs açıcı kimi də istifadə edilə bilər. Burun tutulması zamanı qaynar suya bir neçə damcı nanə yağı əlavə edib buxarını nəfəsə çəkin. Nanəli sprey təbii ağız qoxusunu aradan qaldırmaq üçün əla seçimdir. İstifadəsi rahat, effekti sürətlidir. Nanə xüsusilə tələbələr və çox işləyən insanlar üçün zehni oyandırıcı təsir göstərir. Dərs oxuyarkən və ya işləyərkən nanə çayı konsentrasiyanı artırır. Səhər yeməyində nanə ilə qarışdırılmış kəsmik həm enerji verir, həm də günə sağlam başlamaq üçün əla seçimdir. Üzərinə qoz və bal əlavə etməklə ləzzətini artırmaq olar. Qızartmalara və ət yeməklərinə nanə sousu əlavə etmək onların dadını balanslaşdırır. Bu sous üçün qatıq, nanə, duz və limon suyu kifayət edir. Nanənin tərkibindəki antioksidantlar xərçəng hüceyrələrinin inkişafını ləngitməkdə rol oynaya bilər. Bu xüsusiyyəti onu daha da qiymətli edir. Nanəli buz kubikləri hazırlayaraq suya əlavə etmək həm dadını, həm də görüntüsünü gözəlləşdirir. Bu üsul su içməyi sevənlər üçün maraqlı hiylədir. Bəzi insanlar nanəyə qarşı həssasdır və mədədə turşuluq artıra bilər.
Bu səbəbdən reflü xəstələri üçün diqqətli istifadə tövsiyə olunur. Nanə spirtli içkilərdə də tez-tez istifadə olunur. Mojito kokteyli bu sahədə ən məşhurlarından biridir. Mojito resepti. Nanə yarpaqları, limon şirəsi, ağ şəkər, soda və buz birlikdə qarışdırılaraq təqdim olunur. İstəyə görə alkoqolsuz da hazırlamaq mümkündür. Nanənin sakitləşdirici təsiri sayəsində qadınlarda menstruasiya ağrılarını azalda bilər. Çay və ya kompres şəklində tətbiq edilə bilər. Nəfəsin təmiz qalması üçün gündəlik olaraq təzə nanə çeynəmək faydalıdır. Bu həm də ağız mikroflorasını tarazlaşdırır. Evdəki pis qoxulara qarşı nanə yarpaqları və limon qarışımı otaqlara təbii təravət verir. Bu qarışım difuzerlərdə də istifadə oluna bilər. Nanə ev heyvanları üçün zərərli ola bilər, xüsusilə pişiklər üçün. Evdə saxlanılarkən diqqətli olmaq lazımdır. Dəriyə birbaşa tətbiq edilən nanə yağı bəzən qıcıqlanma yarada bilər. Bu səbəbdən daşıyıcı yağla qarışdıraraq istifadə etmək məsləhətdir. İstilik verən qış yeməklərində, məsələn, mərcimək şorbasında nanə qovrularaq əlavə edildikdə həm dad, həm də ətir qatır. Bu üsul xüsusilə Anadoluda məşhurdur. Əgər yaz-yay aylarında iştahsızlıq yaranırsa, nanəli içkilər və yeməklər iştahını artırır. Təbii yolla bədənin balansını qorumağa kömək edir. Uşaqlarda diş çıxararkən yaranan narahatlıqlarda nanə yağı ilə masaj sakitləşdirici təsir göstərə bilər. Lakin həkim tövsiyəsi ilə istifadə vacibdir. Nanə enerjini artıran bitkilər arasında yer alır. İdmandan əvvəl içilən nanə çayı bədəni oyandırır və metabolizmanı sürətləndirir. Nəticə olaraq, nanə həm faydalı, həm də istifadəsi geniş olan çox yönlü bitkidir. Amma istənilən təbii vasitədə olduğu kimi miqdarına diqqət yetirmək vacibdir. Dinlədiyiniz üçün çox sağ olun, videonu bəyənin. Və daha çox sağlamlıq videoları üçün abunə olmağı unutmayın. Sizlərə can sağlığı, zənginlik və xoşbəxtlik arzulayıram.